Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Azərbaycanın ilk internet televiziyası Kanal 13-ün efirində sənin əmək hüququn verilişinə baxırsınız. Aparıcınız mən Nərgiz Liftiyeva. Verilişimizin bugünkü sayında Qarabağ əlillərinin əmək hüquqlarından danışacağıq. Bugün Azərbaycanda nə qədər Qarabağ əlilli var və onların sosial həyatı necədir? Bu haqda qonağımız mina qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək ictimai birliyinin sədri Məmməd Həsən Həsənovla danışacağıq. Xoş gəlmisiniz Məmməd Həsən müəllim. Çox sağ olun, təşəkkür edirəm. Məmməd Həsən müəllim, ilk öncə mina qurbanları sosial-iqtisadi problemlərinə kömək ictimai birliyi necə yarandı? Nə vaxt yarandı və nə qədər üzvünüz var? Hansı işlərlə məşğulsunuz? Bu haqda danışarsınız. Təşəkkür edirəm televiziyanıza. Bir neçə dəfə mən bu televiziyanın qonağı olmuşam. Burada əlillərlə bağlı, başqa mövzularla da bağlı müzakirələrimiz olub. Ona görə təşəkkür edirəm kanalın rəhbərliyinə də və sizə də. Mina əsasən mən özüm minaya düşdüyümə görə 2003-cü il, 2002-ci illərdə belə bir dostlarımız tərəfindən mənə təklif olundu ki, Cenevrədə, Cenevra Kol deyirlər, orada bir mərkəz yerləşir. Onlar Azərbaycanda olmuşlar. Azərbaycanda mina ilə zərər çəkmiş insanlarla maraqlanırdılar. Azərbaycan əleyhinə mina əleyhinə Azərbaycan kampaniyası vardı. Hal-hazırda var, fəaliyyət göstərən, çox yaxşı fəaliyyət göstərən təşkilatlardan biridir. Mən o təşkilatla əməkdaşlıq edirdim bir fərd olaraq. Həmin zaman o təşkilatın işlərində iştirak elədim. İlk olaraq bizim onlarla birlikdə bir araşdırma oldu. Məni də cəlb etmişdilər. Bizim hardasa 3500-4000-ə minadan zərər çəkmiş insanlar qeydə alındı. Və həmin ili o hesabatda mənim adım getdiyinə görə minadan zərər çəkmiş insan kimi məni Cenevrəyə dəvət etdilər 2004-cü ildə. Əsasən orada Sovet məkanından, ondan harada münaqişə getmişdi, orada minadan zərər çəkən insanlar iştirak edirdi. Böyük bir tədbir idi. O tədbirdən sonra mən qərara gəldim ki, bizdə minadan zərər çəkmiş insanların, daha doğrusu, ümumiyyətcə Cenevra Kolun prinsipi buydu ki, bu insanlar cəmiyyətdən kənarda qalmasın. Cəmiyyətə inteqrasiya olunsun. Onların məqsədi buydu ki, məsələn, sağlam insanlar bu işlərlə məşğul olur, müəyyən layihələr həyata keçirir, amma fiziki sağlamlığını itirmiş insanlar diskriminasiya olunur cəmiyyətdən. Daha doğrusu, bunları cəmiyyətə inteqrasiya eləməyin yollarını aramaq, axtarmaq və təşkilatlar yaratmaq və insanları fərd şəklində, təşkilat şəklində bu işlərə cəlb eləmək. Və bizi 14 gün orada trening keçdilər. O treningin nəticəsində kimin bilgisi nə qədərdir mina haqqında zərər çəkmiş insanlar. Siz bilirsiniz ki, mina çox bir zərər şeydir. Yəni, mən özüm həmişə bunu qeyd edirəm ki, mina atomdan sonra ən kütləvi belə qırğın silahı, yəni insana zərər verən bir silahdır. Yəni, ona bərabərdir. Mən Azərbaycana qayıdandan sonra belə bir fikirlə dostlarımızla məsləhətləşdik, təşəbbüs etdik. Və düzdür, bizim qeydiyyata alınmamızda çətinlik oldu. 2004-cü ildən təşəbbüs etdik. Axır ki, 2007-ci ilin aprel ayında qeydiyyata alındıq. Bu cür fəaliyyətə başladıq. Nə qədər üzvünüz var və fəaliyyətiniz nədir? Bizim əsas fəaliyyət istiqamətimiz bunların hüquqlarını onlara aşılamaq və cəmiyyətə inteqrasiya olmaq, cəmiyyətin üzvü kimi özlərini. Bayaq dediyim kimi, minaya düşən insanlar çox həssas olurlar. İnsanla barışmağı çətin olur. Yəni, onları mən qınamıram. Yəni, mən özüm minaya düşmüşəm. Bu demək deyil ki, hər insan eyni xarakterli olur. Amma çox ağır travma aldıqlarına görə cəmiyyətdən çox belə küskün kimi olurlar. Ondan sonra o insanların xüsusi qayğı lazımdır ki, cəmiyyətə adaptasiya olunsun. Ona görə də bu günlərim dediyim kimi 4000-ə respublikada, amma o demək deyil ki, hamısı bizim üzvümüzdür. Yəni, başqa təşkilatlarda var, oranda üzvü olanlar var, bizim də üzvlərimiz var. Bir xeylisi bizim üzvümüzdür. Rayonlarda, məsələn, bir neçə rayonda bizim bölməmiz var, orada iştirak edirlər. Amma əsas o demək deyil ki, hamısı bizim üzvümüz olsun. Əsas odur ki, onların lazım olanda bir sığınmağa, bir öz fikirlərini bildirməyə yer. Orada da bir 3 dənə təşkilat belə Anamadan sonra, yəni Anamada var. Onların da bir qolu bu işlə məşğul olur. Mina əleyhinə kampaniyada məşğul olur. Mina assosiasiyası var, Rey Kərimoğlu Gülbulurdur. Biz də məşğul oluruq. Yəni, belə bir-birimizlə əlaqəli olaraq bu işlərə məşğul oluruq. Nə kimi layihələriniz olur? Mənim belə deyək ki, təşkilatımızın 2 dəfə layihəsi olub.
Azərbaycan Dövləti Prezident yanında Dəstək Şurasından. Birində onların reabilitasiya məsələsini gündəmə gətirmişdik. Bu dəfə amma biz belə bir qərara gəldik ki, ümumiyyətcə minadan əziyyət çəkən insanlar, yəni əsasən bu köçkün rayonlarda belə bir layihə həyata keçirdik ki, onların, tək onların yox, elə gənclərin də, çünki çox çətindir onlar. Ailə institutu ilə bağlı, mesela ondan tələbat var idi, bizdən tələb edirdilər. İndi mənim fikrim var ki, layihə yekunlaşıb, bir də Dövlət Dəstək Şurasına müraciət eləyəm. Məsələn, Tərtərdə, Giranboyda, Belasuvarda, yəni burada köçkün, daha oradan köçən insanların məskunlaşdığı yerdə biz Ağdamda elədik, Füzulidə elədik, Beyləqanda elədik. Çox yaxşı qarşılanırdı ki, yəni bu lazımdır. Yəni bir neçə problemlər var əsasda. İşsizlik daha çoxdur bölgələrdə də. Yəni demirəm, mən Bakı şəhərində də əllərin işsizlik məsələsi bir o qədər də yüksəkdir. Amma bölgələrdə daha çətindir. Bölgələrdə əsasən bizə müraciət edənlər heyvandarlıqla məşğul olmağa daha çox üstünlük verirdilər. Məsələn, Gədəbəydən Minaya düşən insanlar arıçılıqla məşğul olmaq istəyirlər. Yəni bunlara uyğundur, şərait spesifik bir uyğunluğu var ona görə. Amma onun üçün də kreditlər lazımdır, faizsiz kredit. Məsələn, minalar əleyhinə kampaniya xarici donorlardan belə bir pilot kimi keçirtmişdi həyata. Çox yaxşı effekt almışdı. Bunlar bir 3-4 rayonda həyata keçirtmişdilər. Yaxşı tanış oldum onlarla. Məsələn, bir 6 ay müddətinə bir heyvan, deyək ki, iri başlı, boynuzlu heyvan verirdilər və onu düzəldirdilər, sonra qaytarırlar faizsiz, bir başqa dosta ötürürdülər. Bu cür yaxşı alınırdı, amma mən bir dəfə Dövlət Dəstək Şurasından bunun üçün müraciət etdim. Layihəm keçmədi, amma başqa sahədə, bu hüququ dediyim sahələrdə keçib, inşallah yəqin ki, gələcəkdə də belə. Amma mən əsasən istəyərdim ki, Respublikada ümumiyyətcə əllər üçün, mən demirəm ki, hamısı kütləvi şəkildə, yəni onun gücündə olan, qabiliyyətində olan, məsələn, siftələr var idi, Norveç Qaçqınlar Şurasının burada qaçqınlarla işləyirdi. Çox cüzi bir rəmzi faizlə onların iş qurmaqlarına köməklik edirdi. Çox yaxşı idi. Məsələn, mən istəyərdim ki, elə bizim yerli bankda çıxsın və onlara belə bir şərait yaratsın ki, onlar öz, belə deyək, xırda sahibkarlıq olsun, lap böyük sahibkarlığa da çevirmək olar. O demək deyil ki, tək xırda, amma əldə neysə eləmək lazımdır ki, yəni, özünüz bilirsiniz ki, bu günlərin vəziyyət çətindir. Onlar müharibə gedəndə 20 yaşları olub, bu günlərin eləsinin var ki, ən gəncinin bugün 45 yaşı var, ailə çətin. Məsələn, iş yerlərində özəl şirkətlərə gedirlər, özəl şirkətlərdə ingilis dili tələb edirlər, kompüter bilməsini tələb edirlər. Hamımız bilir ki, bugün onlar üçün çox çətindir. Yəni, ailələri böyüyür, vəziyyətlər yayınlaşır. Məsələn, bir evdə 4 uşaq var. Məsələn, ata valideyn 150-160 manat eləyir bunun pensiyası. Onunla dolandırmaq çox çətindir. Həddən artıq mən istəyərdim ki, Respublikada olan banklarımız, yerli banklar adətən kreditlər verirlər. Amma faiz olsa da çox aşağı faizlə olsun ki, onlar onu bəli, həyata keçirə bilsinlər. Biz Azərbaycanda nə qədər Qarabağ əlli var? Son bir ay bundan qabaq mən mətbuatda belə deyək, nəzər salanda gördüm ki, artıq Təminat Nazirliyinin mətbuat xidmətindən götürülən informasiyaydı. 8000 neçə yüz, o səhv eləyirəm, amma 8000-i keçibdir Qarabağ əlli statusu almış insan. Ümumiyyətlə, dövlət və özəl müəssisələrin hər birində belə bir kvota var ki, işçilərin 30%-i əlilliyi olan şəxslər olmalıdır və bu yöndə Qarabağ əlillərindən hansısa bir üstünlük tanınırmı? Ümumiyyətlə, iş tapa bilmə məsələləri necədir bunların? Ümumiyyətlə, qanunda belə bir qayda tətbiq olunur ki, 25 nəfərdən olan iş müəssisə biri 50 olmalıdır. Bizim də elə yerlər var ki, 300 nəfərlik kollektiv olan var. Amma yox, çox azdır. Məsələn, ola bilsin ki, Respublikada heç 100 nəfər Qarabağ əlli o cür kvota ilə işləmirlər. Yəni, araşdıra da bilərik. İstəsə nazirlikdə, kim istəsə bir yer araşdırma, həmin kvotaya uyğun çox az işləyən var. Əgər 500 nəfər işləyərsə, mən təşəkkür edirəm nazirliyə həmin qaydaya görə, ondan sonra bu qanun qəbul olunur dövlət tərəfindən, amma yoxdur o dərəcədə. Bəs, yəni bu şəxslər faktiki işsiz sayılır, işsizliyə görə müavinət alırlarmı? Yox, müavinət alırlar, ancaq Azərbaycan dövlətinin qanunundan tətbiq olunmuş pensiyasını alırlar. Amma mən özüm ali məktəb qurtarmışam, işlə bağlı, işsizliyə görə ərizə vermişəm, 1-2 ildir.
2 ildən çoxdur. Mən nə müavinət, nə çağırılmır, nə də deyilmir ki, sizin üçün iş axtarmışam. Məsələn, amma bir dəfə mən özüm maraqlandım ki, niyə maraqlanmırsınız? Mənə belə bir məlumat verdi Məşğulluq İdarəsi. Dedi ki, sizdə yazılıb ki, əmək qabiliyyətsiz. Məsələn, birinci qruplar, hamımız bilirik ki, bunlar işsiz, ikinci qruplar, amma qismən işə, üçüncü qruplar, yəni mümkündür işləmək. Amma indi mən Nazirliyin bir tədbirində oldum, bir ay bundan qabaq. Orada dedilər ki, artıq o TİK-dən verilən arayışlarda əmək qabiliyyətsizlik sözü yazılmayacaqdır. Çünki bu problem yaradır. Gedir iş axtarmağa, ola bilir ki, elə əlil var ki, oturaq işdir, yəni hərəkət məsələləri var da bunlar. Onda onlara problem yaradılır. Ən yaxşısı budur ki, iş verənin yanına gedirsən, iş axtarılan zaman, onunla müqavilə bağlayırsan. Əgər pozarsa müqaviləni işdən azad eləyə bilərsən. Yəni, o qabiliyyətin qoysun ortalığa. Amma yoxsa bəri başdan deyirsən ki, qabiliyyətsiz söz yazıb bizə sabahlarımı gəlib yoxlayanda onlar üçün düzdür. Qanunla qadağandır. Sən niyə götürmüsən bunu, marağın nədir? Belə şeylər çıxır ortalığa. Amma əgər elə olarsa, çox yaxşı olar ki, o qabiliyyətsizlik sözündən yapışıb şirkətlərmi, dövlət müəssisəsimi geri qaytarmasın. Aydındır. Bəs sizin təşkilata ümumiyyətlə Qarabağ veteranlardır, ən çox hansı problemlərlə müraciət edirlər? Ən çox ev məsələsidir, işsizlik, ailənin bugünkü bazarla ayaqlaşmamasıdır. Bayaq dediyim kimi, bir evdə 3 uşaq böyür, 4 uşaq böyürür. O demək deyil ki, məsələn, bir nəfər, məsələn, o insanlardan bu günlərimi subay qalan yoxdur ki, 150 manatla heç o, yenə də özünü şeyləmir, amma prezidentin də təqaüdü var, 77 manat verilir. Yenə də bu qane etmir. Yəni, hər bir kəs bilir ki, kimsə bazara çıxsa, ya bir, məsələn, indi dərs ili başlayıbdır, həmin o uşaqları paltarla deyəcəklər ki, şeydə verilir. Amma o demək deyil ki, hər şey ondan tamamlanır. Başqa təminatlar da var, bunu fəsil və fəsil dəyişməyi var, onun yəni, çətindir, həddən artıq çətindir. Daha çox ev məsələsi problemdir. İşsizlik problemidir. Yəni, bunlar olarsa elə işsizlik yaradan götürülmüş kimi bir şeydir. Bəs hansı əlavə güzəştlər və sosial təminatlar var Qarabağ əlilləri üçün? Qarabağ əlilləri üçün ancaq dövlət qanununda nə nəzərdə tutulubsa, odur. Ondan əlavə heç bir yoxdur. Amma qabaqlar var idi. Xəbərlərdə verirlər bəzən prezidentin ev paylaması, maşın paylaması Qarabağ əlillərinə. Bu da qanunla tətbiq olunmuş bir şeydir. Amma çox az gedir. Yəni, bugünkü Respublikanın çox Allaha şükür qüdrəti, onun iqtisadi gücü, onun yanında yəni əlillər və şəhid ailələri üçün yəni çox az cüzdür. Məsələn, bir il boyuna 100 maşın, yəni bu günə inandırıcı deyil. Niyə inandırıcı? Mən demirəm, dövlətin çox yükləri var boynunda. Amma elə bir özəl şirkət var ki, nə qədər maşın getirir? 100 maşın yəni azdır, onu təmin eləmir. Bəs ümumiyyətlə Qarabağ veteranları belə götürsək, hansı sahələrdə özlərini reallaşdıra bilərlər? Bunlar üçün iş hansı sahələrdə olsa, məsələn, daha rahat olar? Aydındır ki, onların artıq o yaş deyil ki, otursunlar, kompüter bacarıqlarını artırsınlar və ingilis öyrənsinlər. Amma onunla belə yenə də var. Amma ali təhsilli olanları var işlərində, hansısa bir xüsusi qabiliyyəti olanları var. Bütün bu şəxsləri məsələn araşdırıb ortaya çıxarmaq üçün hansısa bir proqramlar işlənirmi ki, onların müvafiq sahələrdə iş tapılsın? Nazirlik də, yəni həmin tədbirdə mən iştirak edəndə dedilər ki, 2013-cü ildə yeni proqramlar hazırlamışıq, artıq işlənilir, əlillərin işi ilə bağlı. Qismən onlar da deyir ki, biz təmin eləyirik, amma qane edici deyil. Yəni, ola bilsin ki, 3 aylıq bir işə düzəltmə olur, 3 aydan sonra o şirkətə sərf eləmir həmin dediyimiz qaydalarla interneti bilməməsi, bu şeylər, dil məsələləri, ona görə də işdən çıxırlar, məcbur olurlar. Amma mən ancaq bunda görə bilərdim ki, öz dövlətimiz tərəfindən kiçik sahibkarlıq regionlarda, Bakı şəhərində onlar üçün sexlər yaradılması, vergi tutulmasın. Əslində vergi, yenə də qanunda əlillərin müəssisələrindən vergi tutulmur. Amma geniş də belə deyək ki, ürək açan da yer verilmir ki, deyəsən ki, hə, bunlar bu işlə təmin olur. Məsələn, bu 94-cü illərdən, 2000-ci illərdən olmuşdu xırda sexlər, zat. Sonra bunlar böyük iqtisadi müəssisələr yarananda sıxışdırıldı, bazardan çıxardıldı. Amma bu günlərimi dövlət tərəfindən olsa daha yaxşı olar. Bəs ümumiyyətlə Qarabağ əlillərinin sağlamlığı ilə bağlı hansısa problemlər yarananda onlara tam pulsuz müayinə imkanları varmı və yaxud istirahət üçün hər hansı bir mərkəzlərə göndərilməsi, bunlar təmin olunur mu dövlət tərəfindən? Bəli, dövlət tərəfindən qanunla tətbiq olunmuş
xaricdə müalicə burada mümkün olmayan, ondan daxildə rayonlarda əllərin bərpa mərkəzləri var, regionlarda var. Bakıda məsələn protezin deyilən yerdə də həmin Əhmədlidə yerləşir. Protez institutu deyək belə. Orada var. Əllərin bərpa mərkəzi, Respublika əllərin bərpa mərkəzi 4-cü mikrorayonda yerləşir. Orada bunlar pulsuz müalicə ala bilir. Amma pulsuz müalicədə müəyyən kvota qoyulur ki, hansı dərmanlar pulsuzdur. Məsələn, bu günlərimi mənə Aktavigen lazımdırsa, Aktavigen o siyahıda yoxdur. Hamımız bilir ki, onun 5 dənəsi 10 manatdır. Adi vətəndaşla Qarabağ veteranı arasında hər hansı bir fərq olur mu? Orada, bəli, orada məsələn, sıravi vətəndaşlara, liqodu olmayan insanlara pullandır, bu başqa məsələ, pulludur. Amma Qarabağ əllərinə və dövlətin verdiyi imtiyazlarla bu cürdür. Amma bunlar da siyah var orada. Məsələn, analgin var, dimidrol var, bu siyahıda, belə deyək də, çox ucuz o Sovet devrində olan resept kimi bunlar qaydayasa 23 mi yoxsa neçə mi, səhv eləmirəmsə çox olar 23-dən. Belə bir qayda tətbiq olunur, amma onlar bu günlərimi olan xəstəliklərin heç birisinə cavab vermir. Məsələn, bu günlərimi ora marqanis salınırsa, sadə bir primitiv üsul deyim. Amma dediyim, məsələn, triental damara kömür, qan devranıdır. Məsələn, bu yoxdur, bu bahalı dərmandır, o yoxdur. Amma bu da qan eləmir, yəni çox yarımçıq vəziyyətdədir. Bəs, Məfəsən müəllim, əlillərdən kiminsə asıllığında olan şəxslər varmı Qarabağ əlillərindən? Yəni, faktiki özünü təmin edə bilmir və başqa bir şəxsin qayğısından möhtacdır, belə deyək. Var, məsələn, öz qardaşının qayğısında olanlar var, şəxsən mən tanıdığım. İkinci qrup əlil də var. Yəni, götürəndə ikinci qrup əlil işi bir o qədər də qabiliyyətsiz deyil də. Məsələn, bu yaxınlarda özünüz də bilirsiniz ki, Paralimpiyada əllərimiz çox böyük uğur qazandı. Respublika 12 dənə medal gətirdi. Onun 4-ü qızıl idi. Amma ondan qabaqki heç ay fərqi olmadı. İnsanlar sağlamlığı yerində, onların da qələbəsi yerində qeyd olunmalıdır. Amma bir şəxslər ki, əlil sayılır və əlil sayılan insanlar, məsələn, onlar qədər diqqətdə deyildir Respublika tərəfindən, amma son anda daha diqqətə mindi. Buna görə də təşəkkür edirəm. Bizdə orada bir uyğunsuzluq var idi. Məsələn, prezident tərəfindən ayrılmış mükafat onlara 400 min idi, qızıl medal bunlara 200 min idi. Mən istəyərdim ki, yəni o insanları daha həqiqətən də onlara bərabər sayılaydı. Yəni, elə bunlar faktdır. Göz qabağındadır ki, bunlar günün peşəsi evdə olmaq, idmanla məşğul olmaq, indi onları iş yaratmaq, Allah eləsin, o puldan onları iş yarada bilsinlər özlərinə. Daha gözəl güzaranları yarada bilsinlər. Əlillər özləri necə təşəbbüskardırlarmı? Məsələn, hər hansı bir sahəyə addım atsınlar, özlərinə iş qursunlar, yoxsa özlərinin marağı nə qədərdir? Əlillərin marağı var. Daha doğrusu marağı var. Bayaq dediyim kimi, amma o şeylərlə, problemlərlə rastlaşırlar. İngilis dili ilə, kompüter məsələsi ilə, məsələn, yerdə icra nümayəndələrinin, məsələn, biri sex götürmək istəsə, neysə bir min şeydir. Bunlarla problemlərlə rastlaşırlar. Ona görə də, bayaq dediyimiz ki, əllər həssas olduğuna görə, yəni bu devlətin bir növ qayğısında olan insanlar onda incik düşürlər və onun dalınca getmirlər. Çox bir depressiyaya uğrayırlar, qapanırlar özlərinə, yəni belə şeylər baş verir. Mən istəyərdim cəmiyyətin münasibətində soruşum. Məsələn, adi əlil bir şəxsdən Qarabağ veteranları ən az ona görə fərqlənir ki, bunlar vətən uğrunda sağlamlıqlarını itiriblər. Cəmiyyətin münasibəti necədir? Onların üçün hansı dəyər anlayışları var bir Qarabağ veteranına qarşı? Biz uzağa getməyək, yəni eyni bir qandan, candan olan bir Türkiyə dövlətinin, məsələn, mən orada oluram. Onlar da qazilər deyirlər. Bəli, qazilər deyirlər. Ümumiyyətcə, əlil deyəndə, əlil o demək ki, istehsalatda, anadan gəlmə, yəni vətən uğrunda döyüşən insanlara əlil demək, elə özü, nə bilim, belə deyək, üzr istəyirəm tamaşaçılardan, biraz qüsurlu sayılır. Həmin insanların deməli özünün qüsuru var ki, bunu bu cür adlandırır. Bu da bir ruh düşkünlüyü yaradır. Əslində, bu insan şuurlu şəkilində vətənin uğrunda döyüşə gedibsə, bu qazidir, bilərəkdən ölümə gedir. Amma biri də var ki, bir müəssisədə işləyən zaman xəsarət alır, bu başqa məsələlərdir. Məsələn, orada Türkiyə dövlətinin qazilər üçün çox böyük hörmət, izzət və hər bir muxtarlıq tərəfindən, bələdiyyə tərəfindən iş qurulması üçün heç bir problem yoxdur. Şəxsən özüm olmuşam onların bir neçəsinə münasibətdə. Bu yaxınlarda Türkiyə televiziyasında özüm rast gəlmişəm.
Bunların gözdən əlilər üçün, ümumiyyətcə əlilər üçün bir gözəl xanım nazirləri vardı. Dinamik, işgüzar bir xanımdır. Erdoğan'la bunların görüşünü keçirdi və onlara güzəştli şəkildə testdən keçib iş alması üçün şərait. Kalyaskada nə qədər orada 50 insan var idi, onlar imtahan verirlər ki, keçib özlərinə uyğun işlərdə iştirak edilmir. Məsələn, mən biləm, rabitə sahəsində oturaq işlər var. Bu Kalyaska ilə də mümkündür. Şərait yaradıla bilər, gələ bilər işə. Ondan sonra kompüter sistemində nə qədər, bank sistemində nə qədər işlər var. O demək ki, məsələn, o xanım, Kalyaskadakı xanım bir şehir dedi, Erdoğan orada ağladı. O istəyirdi ki, müəllim olsun. Və imtahan verdi, düşdü. O gedəcəkdi dərs deməyə. Yəni, belə, heç də o demək deyil ki, diskriminasiya eləyib insanları, yəni əlil deyib, geri çəkmək, məncə, o elə özü cinayətdir. Mən geri çəkməyə yox, məsələn, insanların bir örnək olaraq baxmasını nəzərdə tuturdum ki, yəni gəncləri götürək, bir örnək kimi baxırlarmı? Və ya bugünkü onların şəraiti, dolanışığı necədir ki, hansısa bir gənc ona baxanda düşünmürmü ki, mən də sabah gedib Qarabağda döyüşüb, məsələn, mən də bu xəsarəti alsam, mən necə yaşayacağam, mən ailəmi necə dolandıracağam? Bu stimul verir gənclərə yoxsa ruhdan sağır? Yox, mən sizi başa düşürdüm, amma istəmirdim ki, biraz o tərəfə gedək, yəni gənclər ona baxıb bizdən yəni nümunə götürməyə bilmir. O cür istəmirəm ki, yəni efirdə də ola bilər ki, gənclər bizi izləyəcək və ruh düşkünlüyü yaranmasın. Mən sizin sualınızı artıq tutmuşdum, bilirdim. Amma reallıqlar nəzərə almaq lazımdır, yox. Mən onu az görürəm, çox az görürəm. Məsələn, mən özüm fiziki məhdudiyyətim var. Avtobusa minəndə, məsələn, gənclər görürəm ki, bir dəqiqədən sonra durmaq istəyirlər. Bu ilə bundan görünür ki, tək mən də öləmdir, məndən başqaları da var. Yəni, çox diqqətsizlik, o da niyə elə olur? Onun da cəmiyyətdə böyük təsiri var ki, bu cür olur. O gəncə də təbliğ çox zəifdir. Milli ruhda təbliğ əgər Qarabağ döyüşü ilə bağlı, bugün hamımız bilirik ki, Qarabağda sabah döyüş başlasa, yenə də Azərbaycan gənci orada döyüşməlidir. Bu gənc bilməlidir ki, kimə nə cür qiymət verilibdir. Bu qardaşımdır, bu mənim əmim oğludur, dayım oğludur, bimim oğludur. Buna nə cür qiymət verilir ki, mənə də qiymət və ona canla başla getmir. Məsələn, biz döyüşən zaman Sumqayıtdan, Lənkərandan o qədər cavan 17-18 yaşında uşaq qaçıb gəlirdi. O vətənpərvərliyi görürdü, o milli ruhu görürdü televiziyadan və qaçıb gəlirdi. Gəlirdi ki, deyirdi ki, sən nəsin? Deyirdi ki, yox, mən gəlmişəm burada. Evlərindən gəlirdi, qaçıb gizlənirdi. Yəni, belə şeylər olurdu. Amma bu günlərim demirəm, yoxdur. Yox da demək biraz düz çıxmaz, amma o səviyyədə deyil. Məsələn, biz istəyərdik ki, bizim gəncimiz bu günlərimi həqiqətən intellektli gənclər var. Döyüşkən ruhlu olsun, mübariz olsun, təşəbbüskar olsun əsas məsələ. İdarə olunan yox. Yəni, idarə olunanda gənc, bu nə gənc oldu? Gənc əslində bugün həm vətən üçün, həm dövlət üçün, həm millət üçün hər bir sahədə mübariz və təşəbbüskar olmalıdır. Amma mən inanıram ki, olarlar. Yəni, bugün müvəqqəti nəysə, mən də heç istəmirəm, biz notlar üstə köklənək onlar haqqında. Amma reallıq budur da. Aydındır. Bəs 50-lərin sərbəst hərəkət imkanları necədir? Ümumiyyətlə, təkcə Qarabağ veteranlarından yox, ümumiyyətlə 50-lərdən danışıram. Məsələn, dediniz ki, Türkiyədə hər hansı bir müəllim test imtahanı verərək 50-li olan şəxs müəllim işləyə bilər. Məsələn, Azərbaycanda bu il məsələn təhsil müəssisələrini götürək və yaxud xəstəxanaları götürək. Ümumiyyətlə, ictimai yaşam obyektlərində 50-lərin hərəkət imkanları varmı? Yox, o dərəcədə yoxdur. Azdır, çox azdır. Rast gələrik, amma çox az gələrik. Bu da barmaqla sayılır. Məsələn, 96-cı, 97-ci illərdə belə bir təşəbbüs olmuşdu. O vaxt Qarabağ əllərdə cəmiyyəti, elə onda büyünə qurbanları yox idi da, belə deyək, təşkilat. Etimad Əsədovkilərinin çox yaxşı təşəbbüsü idi. Bunu da ölkə başçısı o vaxt dəstəkləmişdi. 30 nəfər Loğman Tibb Texnikumu onda fəaliyyət göstərirdi. Orada kurs keçdi, 6 aylıq. Mən özüm də keçdim. Və Səhiyyə Nazirinə tapşırıldı ki, bu insanlara aptek işlətməsi üçün, apteklərdə işləməsi şərait yaradılsın. Yəni, oturaq işdə də. 30 nəfər, haradasa 2003-cü ilətən müəyyən insanlarla bir yerdə aptek lisenziya alıb işləyə bilirdilər.
Məsələn, 2003-cü ildən sonra indi 30 nəfər, mən demirəm ki, böyük bir göstəricidir, amma yenə də qismən özünü dolandıra bilər ailəsinə. Çünki məsələn, 2003-cü ildən sonra o şeylər ləğv olundu, firmalar yaradılmalıdır, nə bilim, qeydiyyatdan keçmək, lisenziya almaq, çox problemlər yaratdılar. Mən istəyirəm ki, bax, o şeylər, məsələn, ölkə başçısı tərəfindən tapşırılmış ki, bu insanlar kurs keçsin. Çox da yaxşı qarşılanırdı. Çünki aptekdə həqiqətən də oturaq işlər var, laboratoriya məsələsi var, əcazçılığın belə deyə sertifikatı verilmişdi Nazirliyin göstərişi ilə bunu. Yox, məsələn, onlar qaytarılıb yenidən bərpa olursa çox yaxşı şeydir. Yəni bir 30 nəfərdə belə, yenə deyirəm, çox böyük göstərici deyil. Amma bunlar 6 ay ora ayaq döyüblər, ondan sonra zövqlə onu oxuyublar, mənimsəyiblər və bu günlərimdə işləyə bilərlər. Yəni belə şeylər lazımdır ki, bax, əllərə müəyyən kurslar keçmək, onu bugünün reallığına görə mənimsəmək, yəni belə sahibkarlığın kursunda keçmək mümkündür ki, bu sabah sahibkara çevrilə bilsin. Yoxsa indi mən belə bir çox şeyə rast gəlirəm ki, biraz biz daha çox üstünlük veririk psixoloji treninqlərə, düzdür, bu da lazımdır. Hüquqi treninqlərə, məsələn, görsən donorlar pul ayıranda bunlara daha çox ayırılır. Amma əsasən gündəlik dolanışıq və ailəni belə deyək, bəli, bu treninqlər, bu proqramlar həyata çox az keçirilir. Bəs bir təşkilat rəhbəri olaraq, Məhəmməd Həsən müəllim, siz özünüz məsələn bu təklifləri yazıb, hansısa bir dövlət orqanına mı deyim, hansısa bir millət vəkilinə mi, hansısa bir təşkilata mı və ya beynəlxalq təşkilatlara mı göndərmisinizmi belə bir təklif? Yox, beynəlxalq təşkilatlara yox, sözün düzün, niyə beynəlxalq təşkilatlara yox? Çünki ona görə beynəlxalq təşkilatlar yəni iradə ola bilər ki, düzü biz yəni yerinə düşürük bu. Öz dövlətimizə, yəni mən bunu qəbul edə bilmərəm, mən bir Azərbaycan döyüşçüsü olaraq. Amma dövlət orqanlarında olub, məsələn, dəyirmi masalara çağırılıram, orada bu məsələni qaldırırıq. Elə hər dəfə eyni şeyləri eşidirik, amma yəqin ki, nə vaxtsa qeyd alınır. Məsələn, mənim hüququm da var bir təşkilat kimi, başqa təşkilatlarında müraciət. Biz Avropa Sosial Xartiyasına qoşulmuşuq. Bu elə birbaşa sosial təbəqənin orada təminatına bir, bəli, yəni BMT-nin əllərlə bağlı proqramı var, ora qoşulmuşuq. Bir neçə böyük təşkilatların ümumi sosial təminat sahəsində olan belə deyək, konvensiyalara imza atmışıq. Biz bu günlərimi əslində onların hər birisinə müraciət edirik. Burada yeri təşkilatlarla görüşdə də qaldırıq, amma mənə o dərəcədə, çünki onlar çox olsun tövsiyə eləyəcək. Amma əsasən bizim öz dövlətimiz, hansı təkliflərimiz oldu məsələn? Və bunlar həyata keçirilir? Mən sözün düzü tədbirdə bax, dəyirmi masada Nazirliyin bir gözəl tədbiri olmuşdu. Sahib əmək hüquqları ilə təşkilatı var. Əmək hüquqları liqasının beyti. Bəli, onlar təşkil etmişdi. Orada bax, sosial xartiya ilə bağlı, orada olan belə deyək də, təminat məsələləri, müddəalarla bağlı müzakirə oldu. Onlar da qəşəng qarşıladılar, qeyd elədilər, götürdülər. Nəticə 2003-də bir neçə əllər üçün həqiqətən mühüm proqramlar olacaq. İndi mən deyə bilmərəm ki, olacaq, olmayacaq, indi hansı cür şey eləyəcəklər. Onlar da söz verdilər ki, neçə dənə layihələrimiz işlənilir. 2013-də yeni proqramlarla əllər görəcək bunu. Məhəmməd Həsən müəllim, sizin kimi belə haqlarını tələb eləməyi bacaran əlillər çoxdur, yoxsa hansı qismini əhatə eləyir? Məsələn, daha çox səs çıxsa, daha tez problem əlbəttə ki, indi yox, mən demərəm ki, çoxdur, yəni azdır. Onun da səbəbləri var. O demək deyil ki, hər kəs elə hüquqla məşğul olmalıdır. Bircə hüquqdan söhbət getmir. Yox, əlillərində aktivliyi, yox, mən ona gətirirdim ki, yəni o demək deyil ki, 8.000, 9.000 Qarabağ əlli varsa, bunlar hamısı aktiv olmalıdır. Yəni şərait yaradılsa, normal sizin efir kimi, efirlərə biz qoşulsaq, heç ora 1000 nəfər lazım deyil. Respublikada 100 nəfər, 150 nəfər bu işlərin təbliğatı ilə, yəni dövlət televiziyasında, özəl televiziyalarda çox sağ olsun ki, sizin kanal dəvət eləyir. Mən 3 ildə bir neçə dəfə bu kanalda bu mövzular haqqında müzakirələrimiz olubdur. Bu cür olsa, əlbəttə ki, heç ehtiyac da yoxdur. Onlar amma sadəcə oradan dinləyib, dövlət orqanlarında, icra nümayəndələrində bu işləri daha bilgili olaraq həyata keçirə bilər. Yoxsa əlilsən, olmaz sənə, yuxarıdan bunu deyiblər, onu deyiblər, yoxsa bu cür qayıtmazlar. Amma yox, demərəm ki, aktiv. Amma özləri üçün aktivdirlər. Amma ümumi bir təşkilatlanma üçün, ondan sonra cəmiyyətdə bir həqiqətən yer tutum deməkdə, o sahədə azdır.
azlıq təşkil edir. Əslində bu hüquqları bütün yəni Qarabağ veteranları deyək və ya əlillər fərd olaraq sırf özlərinə istədikləri üçün hamısı geri çevrilir. Amma bir cəmiyyət olaraq, ictimai bir qrup olaraq getsələr, çətin ki, yəni ona yox demək mümkün olsun dövlət orqanları tərəfindən, belə deyilmi? Qətiyyən, çünki bizim bir neçə həmkar təşkilatlarımız var, onlarla müzakirə edib biz pensiyalar haqqında istəyirik ki, 2013-cü ildə ilk ayı keçəndən sonra bu məsələni müzakirə edib, böyük ictimaiyyətin elə diqqətinə gətirib, bir kiçik olaraq biz söhbətləşmişik, hardasa bir 16 təşkilat. Biz istəyirik ki, onu böyüdək. Qarabağla bağlı olan, əlil təşkilatlarla olan bura ekspertlər dəvət eləmək, və devlətin gücü nə qədərdir və nə qədər bunlara pensiya ayrıla bilər və əlavə oluna bilər və başqa qeyri nələrisə eləmək ki, bu şeylər. Bunu fikrimiz var ki, ən aşağısı ayda bir dəfə bir böyük dəyərli masa mətbuat konfransı keçirib, ictimaiyyətin nəzərində. Amma müzakirə edir ki, onların yollarını tapaq ki, dövlət orqanları ilə əlaqə saxlamaq, şübhəsiz də deyil əlaqəmiz, yəni münasibətimiz normaldır. Amma o demək deyil ki, təklifimiz hələ ki, nəzərə alınmır deyin, biraz geridə qalır. Amma biz istəyirik ki, bunu aylığa çevirək. İndi inşallah 2013-də. Hələ ki, söhbətlərimiz gedir. Bir 16 təşkilat bunu razılaşıb ki, bunu daimi diqqətdə saxlayaq. Çox sağ olun, Məmməd Səməlim. Hörmətli tamaşaçılar, bugünkü mövzumuz Qarabağ veteranlarının əmək hüquqları ilə bağlı idi. Qonağımız mina qurbanlarının sosial-iqtisadi problemlərinin həllində Kömək İctimai Birliyinin rəhbəri Məmməd Həsən Həsənov idi. Sağ olun, əmək hüququnun növbəti efir vaxtında görüşənədək.